Deməli, Namazov kitabından 6-cı sinif Namazovdan səhifə 68-ci 68-də 26 nömrəli sualdan başlayaq izahlarını verməyə. Deməli, deyir ki, burada 2 ədədin fərqi 7,8, onların nisbəti isə 1/4,9 kimidir. Bu ədədləri tapın. 2 ədədin fərqi deyir. Bizə ədədlərimizi verməyib. Ədədlərimizi verməyibsə, yəni biz özümüzdən ixtiyari bir dəyişən yaza bilərik. 2 ədədin fərqi biri olsun, məsələn, A olsun, biri də B olsun. 2 ədədin fərqi. Bunların deyir fərqi 7,8-dir. B çıxılsın A, fərqi deyir də 7,8-dir. Bunu bilirik. Sonra onların nisbəti isə, yəni B bölünsün A-nın nisbəti isə və yaxud da ki, A bölünsün B-nin nisbəti isə, 2 ədədlərdə A bölünsün B-nin nisbəti isə 1/4,9-dur. Bu ədədləri deyir tapın. Bu ədədləri biz necə taparıq? Deməli, ilk öncə baxırıq ki, 1/4,9-dur. Biz qeyd eləmişdik ki, əgər verilən kəsirdə əgər onluq kəsiri varsa, onluq kəsiri biz necə sadələşdirə bilərik? Deməli, 4,9 olduğuna görə mən hər tərəfi 10-a vuraram ki, deməli, vergüldən kəsirimiz, onluq kəsirimiz vergüldən azad olsun. 1 10-a vuranda 10, 4,9 10-a vuranda isə vergül sıfırların sayı qədər sağa sürüşür. Yəni olacaq 49. Bir sıfırımız var. Elə bil ki, bir sıfırımız varsa vergül bir vahid qabağa düşəcək. Olacaq 49. Deməli, A-mız oldu 10, B-miz də olur 49. Bunlar nisbət formasında olanda həmişə dedik ki, hansı bir ədədə ixtisar gedib ki, bunlar nisbət formasında qalıb. Yəni onda A-mız 10x olacaq, B-miz də 49x olacaq. Yəni x nədir? Eyni ədədə ixtisar gedib də. Eyni ədədə ixtisar gedib, biri 10 qalıb, biri də 49 qalıbdır. İndi B çıxılsın A, B-miz 49 x-dır, A-mız da 10x-dır. Bərabərdir 7,8. Bax, bu da onluq bir kəsirdir. 7,8. Deməli, 49-un 10 çıxanda 39x bərabərdir 7,8. Mən hər tərəfi yenə ona vura bilərəm. Çünki bərabərliyin sağ tərəfi ilə sol tərəfi bərabər olmalıdır. Əgər mən bunu sağ tərəfi ona vururamsa, sol tərəfi də ona vurmalıyam mütləq. Niyə görə ona vururam? Çünki onluq kəsirdir. Onluq ədəddir. Onluq kəsiri mən deməli vergüldən azad etməliyəm. 39-u ona vurasaq, deməli eləyəcək 390. X bərabərdir 70, 78-ə. İndi baxaq, x-imiz neçə olacaq? X də bərabərdir 78 bölünsün 390 bu formada düşür. 390. X-imiz də bərabərdir 78 390-a bölsək 78 bölünsün 390. Deməli, 78 390-a bölünmür. Ona görə bir sıfır atıram bura. Əgər bura bir sıfır atıramsa, məcbur burada sıfır atmalıyam. Deməli, 78, 780, 390 içində görə neçə dəfə düşür? 2 dəfə düşür. 2 dəfə 0, 0, 3, 9 dəfə 2, 18, 8 yazıraq. Bir yadda, 3 dəfə 2, 6, bir də yadda 7. Yəni cavabımız olacaq 0,2. 0,2 belə də yazmaq olar. 10-da 2 və yaxud da ixtisar edərsiz 5-də 1 də qala bilər. Yəni hər üç formada bizə cavab verilə bilər. Bu formada yazılır. Baxın uşaqlar, 10-a 100-ə 1000-ə böləndə vergül sıfırların sayı qədər sola sürüşür. Görürsünüz, bu formada yazılır. Sonra digər sualımıza baxaq. İndi deyir ki, 2 ədədin cəmindən söhbət gedir. 2 ədədin cəmi görək. 2 ədədin cəmi 48-dir. Yəni biri olsun A, biri də olsun B. 2 ədədin cəmi deyir ki, 48-dir. Bunu bildik. Onların nisbəti isə 5 bölünsün 1 kimidir. Yəni A-nın B-yə olan nisbəti də 5 bölünsün 1-dir. Onda A-mız nə olacaq? 5x olacaq. B-miz nə olacaq? X-ə bərabər olacaq. Deməli, B-miz də bərabər olacaq. Bir dəqiqə, B-miz də bərabər olacaq X-ə. Bərabər olacaq X-ə. Bu ədədləri deyir tapın. Yəni, bax, bu ədədləri deyir tapın. A-nın yerinə nə yazmalıyıq? 5x, B-ni də yazmalıyıq. Yerinə yazmalıyıq. X bərabərdir 48-ə. 5x üstə gəlsin x eləyəcək nə? 6x bərabərdir 48-ə. X də bərabərdir 48-i burada vurmadı da. 48-i də 6-ya bölməliyik. Bölməliyik 6-ya. X-imiz də bərabər olacaq nə? 8 də və 6, 48. İndi bu ədədləri tapın. X-imizi tapdıq nə? 8. 8-i yaz yerinə burada hesabla. Deməli, 5 vurulsun 8. 8 5-ə nə edir? 40. X-imiz ilə 8-in özüydü. Yəni, ədədimizin biri 40-dır, biri də 8-dir. Həqiqətini toplayanda elə 48 bizə verir. Bu formada yazmalısınız. Sonra 28 nömrəli sualda birinci əkin sahəsi 560, ikincidə isə
Birinci əkin sahəmizi 560 veribdir. İkinci isə bundan 210 sentner az buğda yığdım. İkinci əkin sahəsi birincidən, yəni bax 560-dan 210 sentner az buğda yığdı. İndi görək bu nə qədər buğda yığmış. Deməli 6-dan 1 çıxanda 5, 5-dən 2 çıxanda 3. 350 sentner deməli az buğda yığıb. İndi ikincidən yığılmış buğda birincidən yığılmış buğdanın hansı hissəsini təşkil edir? İkincidən yığılmış buğda birincidən yığılmış buğdanın hansı hissəsidir? Bir ədədin digər ədədin hansı hissəsini təşkil etdiyini soruşursa əgər, məsəl üçün belə deyim də, A ədədi deyir B ədədin hansı hissəsini təşkil edir? Onda A-nı böləcəksiniz B-yə. Və yaxud da deyə bilər ki, B ədədi A ədədin hansı hissəsini təşkil edir? B-ni böləcəksiniz A-ya. Bu formada yazacaqsınız. İndi İkimiz nədir? 350-dir. Birimiz nədir? 560 sentner. Hər tərəfi ona bölərəm. Böldük. 35 bölünsün 56 qaldı. Baxaq görə ixtisar varmı? 7-yə ixtisar var. 35-i 7-yə bölsək 5, 56-nı 7-yə bölsək 8. Yəni nisbətimiz necə olacaq? 5/8 formasında olacaq. Hansı hissəsini təşkil edir? 8-də 5 hissəsini bu formada ilə saxlamalıyıq. Cavabları sizə belə də verə bilər, belə də verə bilər, bu formada da verilə bilər. Sonra 28-i də qeyd elədim. 29-a baxaq. 29 nömrəli sualda deyilir ki, 4 kilometr yolun 1 kilometr 400 metri asfaltlanmış, qalan hissəsi isə daş döşənmişdir. Baxırsınız, biri kilometrlə verib, biri isə kilometr və metrlə verilib. Ona görə də hər ikisini də metrə çevirməliyəm. İndi 1 kilometrimiz mənim, demək 1 kilometr neçə metrdir? 1 kilometr 1000 metrdir də, düzdürmü? 1000 metrdir. İndi mənə 1 kilometr 400 metri metrə çevirmək lazımdır. 1 kilometr 1000 metrdirsə, biri vuracaqsınız 1000-ə, üstə gələsiniz 400-ü. Eləyəcək 1400, yəni bu eləyəcək 1400. Bunu çevirdik, artıq 1400 metr bildik. 4 kilometrimizi çevirək metrə. 1 kilometr 1000 metrdirsə, baxın burada qeyd eləmişəm. 1 kilometrimiz 1000 metrdirsə, 4-ü də vuracaqsınız 1000-ə, eləyəcək nə? 4000 metr. Bunu da qeyd elədik. Daha sonra işarələdimə çəkək. Deyir ki, 4 kilometr yol. 4 kilometr, yəni 4000 metrimiz yoldur. Bax, bu qədər 4000 metr yolumuz var. Bu qədər yolumuz var. 4000 metr yoldur. Deməli, bunun bu qədər 1400 metr deyir asfaltlanıb. 1400 metr əgər asfaltlanırsa, deyək ki, təxminən bu qədər asfaltlanıb. Yəni 1400 metri asfaltlanıb. Bu qədər asfaltlanıb. Və bu qədər hissəsi qalıbdır. Yəni 4 görə neçə metr asfaltlanmayıb? 4000-dən çıxarsınız 1400-ü. Deməli, çıxaq. 2 0-dan 2 0 çıxsaq 0 0. Ondan 4 çıxsaq 6. Burada 4 yox 3 qalır. 3-dən də 1 çıxsa 2. Deməli 2600 metr isə asfaltlanmayıb. Bunu da qırmızı rənglə işarə edirəm ki, hələ bura qalıb. 2600 metr isə asfaltlanmayıbdır. İndi asfaltlanmış hissə daş döşənmiş yolun hansı hissəsini təşkil edir? Daş, deməli, bura asfaltlanmış hissə idi. Bura isə daş döşənmiş. Deməli, asfaltlanmış, burada daş döşənmiş. Deməli, deyir ki, bizə asfaltlanmış hissə daş döşənmiş yolun hansı hissəsini təşkil edir? Yəni 1400, 1400. 2600-ün hansı hissəsini təşkil edir? Baxırsınız, hər ikisində də 2 dənə 0 var. Yəni bu 100-ə ixtisar getməlidir. 100-ə bölsə 2 0-ımız getdi. 1-də qaldı burada 14, sürətli 14, məxrəcdə 26 qaldı. Hər tərəfi 2-yə bölsə burada 7 qalır, burada 13 qalır. Deməli, asfaltlanmış hissə daş döşənmiş hissənin 13-də 7 hissəsinə bərabərdir. Bu formada cavabımızı qeyd eləyəcəksiniz. Çevirmələrdə hamısını göstərdim sizə. Bir daha videonu geri, yəni başa düşməsəniz, videonu geriyə çevirin, bir də baxın izaha. Sonra 29 nömrəli sualda qeyd etdik. 30 nömrəli suala baxaq. Deyir ki, 2 liman arasındakı məsafə bu qədərdir, 240 kilometrdir. 2 liman arasındakı məsafə deyir ki, 240 kilometrdir. Gəmi bu məsafənin çayın axını ilə 8 saata gedir. Gəminin sürətinin çayın axma sürətinə olan nisbəti. Deməli, 240 kilometr veribdir 2 liman arasındakı məsafə. Bu A limanı, bu da B limanı olsun, məsəl üçün deyirəm. Deyək ki, ümumiyyətlə çayın axını ilə istiqamətdə, deməli, burada düstur formasına qeyd edək. Çayın axını istiqamətində çayın axını ilə bir də çayın axınına qarşı çayın axını ilə və axına qarşı düsturlar. S bərabərdir VT düsturda. Ümumi düsturumuz necə idi? S bərabərdir VT. Ana düsturumuz budur.
İndi S bərabərdir VT-dən, deməli V çayın sürəti üstəgəlsin. Burada nə verib? Gəminin sürəti V gəminin sürəti vurulsun T. Çayın axınına qarşı deyəndə S bərabərdir V çay çıxılsın V gəmi vurulsun T. Bu formada qeyd edəcəksiniz. Çayın axını ilə deyəndə toplamalısınız, çayın axınına qarşı deyəndə çıxmalısınız. İndi bu əsas iki düsturumuzu mütləq ki, qeyd edin dəftərinizdə, yadınızda qalsın. Bu əsas düstur. Deməli, indi deyək ki, iki liman arasındakı məsafə 240 kilometrdir. Gəmi bu məsafəni çayın axını ilə 8 saata gedir. Çayın axını ilə 8 saata gedir. Məsafəmiz nə qədərdir? S-imiz var 240-dır. S-imiz var 240 kilometr. Bu çayın axını ilə bu məsafəni 8 saata gedir. T-miz bərabərdir 8 saata gedir. Gəminin öz sürətinin çayın axma sürətindən nisbəti. Gəminin öz sürəti, yəni V gəminin sürəti, deyək çayın axma sürətinə nisbəti. Çayın, yəni axma sürəti, yəni V çayın sürəti bərabər nəyə? 9 bölünsün 1-ə bərabərdir. Onda V gəmi nəyə bərabər olacaq? V dəqiqə. Deməli, bir dəqiqə gözləyin uşaqlar. Gəminin sürəti nəyə bərabər olacaq? Deməli, buradan V gəmi bərabərdir 9x-a. Deməli, V çay da bərabər olacaq x-a. İndi burada hamısını gətirib yerinə yazmalıyıq. Deməli, çayın axını ilə sürət olduğuna görə 30 nömrəli sualda çayın axınına axma sürəti, deməli çayın axını ilə. Deməli, söhbət çayın axını ilə getdiyinə görə bax bu düsturdan istifadə edəcəyik. 240 bərabərdir. Deməli, gəminin sürəti üstəgəl çayın sürəti 9x üstəgəlsin. X 8 saat axmırdı, vurulsun 8 saata bərabərdir. İndi bunları həll etməliyik. 9 üstünə 1 gələndə eləyəcək 10x vurulsun 8 bərabərdir 240-a. Bu sıfırdan bu sıfır gedir. Nəyə görə? Hər tərəfi mən 10-a bölürəm. Hər tərəfi 10-a bölürəm. İxtisar gedir. Sıfırlar getdi. 8x-imiz bərabərdir 24-ə. X-imiz də bərabərdir 24-ü 8-ə bölsək 3 qalır cavab. Və yaxud da ki 8-i 10-a vursaz yenə də 80 eləyəcək. 80x eləyəcək. Bərabərdir 240-a. 240-a. X da bərabərdir hər tərəfi 80-ə bölsəz, yəni 240-ı 80-ə bölsəz, yəni 3 qalır da fərqi nədir ki, eyni şeydir. Baxın, ümumiyyətlə həmişə yadda saxlayın, bu tipli, yəni bax belə tənlik formaya gələndə, əgər bərabərliyin həm solunda, həm sağında ixtisar varsa, yəni görürsünüz ki, bu hər iki ədədin də ortaq bölündüyü nəsə hansısa bir rəqəm, ədəd var. Əgər ixtisar varsa, ixtisar eləyə bilərsiniz. Yəni sol tərəfi hansı ədədə bölürsünüzsə, sağ tərəfi də o ədədə bölməlisiniz mütləq. Yəni o şərtlə sadəcə ixtisar eləyə bilərsiniz. Və yaxud da ki, belə rəqəmlərinizi vurub böyüdə bilərsiniz və təzədən bir-birinə bölə bilərsiniz. Amma mən belə fikirləşirəm ki, bu cür daha rahatdır. Çünki 10 və 8, yəni rəqəmlər gözünüzün qarşısında olur. Yəni rəqəmləri siz böyütmürsünüz. Yəni əslində qalsa bu formanı sizə məsləhət görmərəm, çünki rəqəmlər böyüyür və ixtisar getdikcə çətinləşir. X-imizi tapdıq üçün mənə nə soruşur məndən? Demək, gəmi həmin məsafəni çayın axınına qarşı neçə saata gedir? Demək, gəminin sürəti nə oldu? Biri oldu 9x, gəminin sürəti 9x-dir, çayın da sürəti x oldu. 9x-i 9-u 3-ə vursaq olacaq 27. Çayın da sürəti x idi, eləyəcək elə 3. Demək, axımın sürəti 3 km/saatdır. Deməli, gəmi həmin məsafəni çayın axınına qarşı. Həmin məsafə, yenə də baxın, həmin məsafə. Deyir, bax, bu məsafəni, yəni həmin məsafə. S-imiz dəyişməyəcək də. Bu həmin deyir məsafəni çayın axınına qarşı neçə saata gedər? İndi saat çayın axınına qarşı deyəndə deyirik S bərabərdir. V gəmi çıxılsın, V çay vurulsun, T düsturunu hesablayırıq. Neçə saata gedər deyir. Yəni biz T-ni soruşur da bizdən. 240 bərabərdir. 27-dən də 3 tutmalıyıq. 27-yə çıxılsın, 3 vurulsun, T. 240, 27-dən 3 çıxsa 24 T. Baxın, burada da 24 var, burada da 24 var. Mən hər tərəfi ilə 24-ün özünü ixtisar edə bilərəm. Burada 1 T qalacaq, burada nə qalacaq? 10. Yəni T-miz bərabərdir nəyə? 10-a. Deməli, gəmin həmin məsafənin çayın axınına qarşı neçə saata gedir? 10 saata gedərmiş. Axını ilə gedir 8 saata, axına qarşı isə 10 saata gedir. Bu formada yazırsınız. Baxın, düsturları göstərirəm bir daha.
Deməli, bizdə burada əsas gəminin axınına qarşı olan sürəti tapmaq istəyiriksə, məsafəni tapmaq istəyiriksə, ya saatı tapmaq istəyiriksə, bizə bunları verməmişdi. Yəni biz bunları hesablayıb tənlikdən tapdıq. Hesablayıb tapdıq. Amma ikinci axınla qarşı da bizə zamanı soruşur. Artıq zamanı verməyib. Zamanı da biz gətirib bu tapdıqlarımızı yerinə burada düstura yerinə yazırıq və hesablayırıq. Sonra 31 nömrəli sualda eyni qayda ilədir, yəni fərqli bir şey deyil. Deməli, baxaq burada 31 nömrəli sualda katerin öz sürətinin çayın axma sürətinin nisbəti. Katerin öz sürətinin çayın axma sürətinin nisbəti 8/1-dir. Yenə də deyir ki, katerin sürəti çayın axma sürətinə. Və kater bölünsün V çay axma sürətinə nisbəti 8/1-dir. Buradan da V kater nəyə bərabər olacaq? Deməli, V kater bərabər olacaq 8-sa, V çayımız da bərabər olacaq, X-a bərabər olacaq. X-ə bərabər olacaq. Bu kater 2,5 saata çayın axını ilə 45 kilometr yol getdi. Yəni S bərabərdir çayın axını ilə V kater üstə gəlsin V çay vurulsun T. Uşaqlar, burada V kater də ola bilər, ya burada kater də ola bilər, gəmi də ola bilər, sal da ola bilər. Yəni bunlar həmişə dəyişir də. K indekslər var ya, bu K. Bunlar həmişə dəyişə də bilər. Yəni kater də verə bilər, sizə gəmi də verə bilər, sal da verə bilər, teploxod da verə bilər. Yəni bu tipli suallarda kater verirsə K yazacaqsınız, teploxod verirsə T yazacaqsınız. Yəni teploxodun sürəti, çayın sonra gəminin sürəti, yəni bu o deməkdir. Bizə nə kater deyilsə mən kater yazıram. Amma bu çayın sürəti heç vaxt dəyişmir. Yəni bu standart olaraq qalır. Dəyişən bax budur. Yəni teploxoddan da söhbət gedə bilər, məsələdə gəmidən də söhbət gedə bilər, nə bilim saldan da söhbət gedə bilər. Bir də yadda saxlayın, burada qeyd edirəm. Deməli, salın sürəti V salın sürəti bərabərdir gəminin sürətinə. V gəmi deyirəm, üzr istəyirəm. Çayın sürətinə bərabərdir. V çayın sürətinə bərabərdir. Salın sürəti həmişə yadda saxlayın. Salın sürəti çayın sürətinə bərabər olur. Nəyə görə? Çünki salda yəni əgər çay gedir, çayda hərəkət varsa, sal da hərəkət eləyəcək. Əgər çayda hərəkət yoxdursa, yəni çay necə deyim sizə, baxın bu formada göstərim. Deyək ki, əgər çayda belə hərəkətlilik varsa, sal da hərəkət eləyəcək. Belə yazaq, belə göstərəm sizə. Sal da o çayın sürəti ilə hərəkət eləyəcək. Amma əgər çay məsəl üçün hərəkət yoxdur, elə stabil belə dayanıbsa, onda və sal da dayanacaq. Çünki sal getməyəcək. O çayın sürətindən asılıdır. Salın getmə sürəti çayın axma sürətindən asılıdır. Yəni İndi mənə deyir ki, bu kater 2,5 saata çayın axını ilə 45 kilometr yol gedir. Yolumuz nəyə bərabərdir? Baxın, yolumuz S-də 45 kilometr yol gedir yazdı. Katerin sürəti nədir? Burada 8x üstə gəlsin x vurulsun T. 2,5 saata bərabərdir. Deməli 8 ilə 1 gəlsə eləyəcək 9 x vurulsun 2,5-ə. Mən hər tərəfi 10-a vursam, niyə görə hər tərəfi 10-a vururam? Çünki burada onluq kəsiri var. Mənim misalı həll etməyə daha sadələşsin deyə. Hər tərəfi 10-a vursam, burada 10-a vurmalıyam mütləq. Onda bunu da 10-a vurmalıyam mütləq. 45 10-a vursaq 450. 9x 25-i də 10-a, 2,5-i də 10-a vursam, vergül sıfırların sayı qədər dedik ki, sağa sürüşür. Ona görə 2,5 olacaq 25. İndi baxın, 9-la 45 ixtisar gedə bilər. Hər tərəfi mən 9-a bölə bilərəm. Hər tərəfi 9-a bölsəm, bax, burada x qalacaq, vurulsun 25 qalacaq. Burada nə qalacaq? 45-i də 4 üzərində 9-a bölsək, burada 50 qalacaq. İndi 25x bərabərdir 50-yə. X də bərabərdir nəyə? 50 bölünsün 25. O da 2 eləyəcək, bərabər 2 eləyəcək. Və yaxud da ki, burada da yenə eyni qayda ilə hər tərəf nəyə ixtisar gedə bilər? 25-ə ixtisar gedə bilər də. Yəni, hər tərəfi siz burada 25-ə bölə bilərsiniz. 25-ə bölsəz burada nə qalacaq? X burada qalacaq. 50-ni də 25-ə böləndə burada 2 qalacaq. Baxın, bu formada tapmaq olar və yaxud da ki, belə tapmaq olar. Burada da eyni qayda ilə, bax, bunları vurub böyüdə bilərsiniz. Vurub böyüdüb təzədən bir də bölə bilərsiniz. Bu hasili bu ədədə bölməlisiniz və yaxud da ki, görürsünüz ki, burada ixtisar varsa ixtisar eləyə bilərsiniz. Yəni, hər hansı yol sizə rahatdır, bu formada həll edin. Sonra x-i tapdıq 2. Məndən nəyə soruşur? Deməli, katerin öz sürətini və çayın axma sürətini tapın. Katerin öz sürəti nəyə bərabərdir? Və kater bərabərdir 8x-a, 8 və 2-in 16. Çünki x-imiz 2-yə bərabərdir. Deməli, çayın axma sürəti və çay da x-ə bərabər idi. O da 2. Bəs 16 və 2. Sonra
Deməli, sonra baxaq. Hə. Sonra motorlu qayığın öz sürətinə çayın axma sürətinin nisbəti. Baxın, indi burada motorlu qayıqdan söhbət gedir. Deməli, motorlu qayıq və motorlu qayığın deyir sürəti və motor o çayın axma sürətinə nisbəti. Baxın, görürsüz, bax bu standart olaraq qalır. Dəyişən nədir? Bax budur. Yəni burada da sizə motorlu qayıqdan söhbət gedir. Motorlu qayığın sürətinin çayın axma sürətinə nisbəti 9 bölünsün 1 kimidir. Onda bir motorlu qayıq nə olacaq? Bərabər olacaq 9x-a və çayımız da bərabər olacaq, x-a bərabər olacaq. İndi bu qayıq 3 saata, yəni t bərabərdir deyir 3 saata çayın axınına qarşı s bərabərdir 43,2 kilometr yol gedərsə, qayığın öz sürətini və ya çayın axma sürətini tapın. Yəni deyir ki, bax bunları tapın. Motorlu qayığın sürəti ilə, qayığın öz sürəti ilə çayın axma sürətini deyir tapın. Yəni çayın axınına qarşı olan sürət necə idi? Deməli, v motorlu qayıq çıxılsın v çay vurulsun t. Bu axınına qarşı olan sürətin düsturudur. İndi 43,2 bərabərdir. Deməli 9x-dan çıxacaq 8, 9x-dan çıxacaq x-i vurulsun t-miz nədir? 3-dür. Deməli 43,2 bərabər 9-dan 1 çıxsa 8x vurulsun 3. İndi hər tərəfi mən 10-a vurmalıyam. Niyə görə? Çünki buradan 43,2-dir ya, 10-a vursam mənim vergülüm azad olacaq. Onda məcbur buranı da 10-a vurmalıyam. Sol tərəfi və sağ tərəfi 10-a vurmalıyam mütləq. Deməli, bu olacaq 432 bərabərdir. 30-u deməli 3 10-a vursa 30, 30-u da 8-ə vursaq 240 edir. 240 x edir. Burada x-imiz nəyə bərabərdir? X-i tapmaq istəyiriksə, bunu deməli 140-a bərabərliyin sol tərəfinə keçirməliyik. Olacaq bölmə. 432-ni böləcəyik 240-a. X də bərabərdir. Deməli, 432-ni bölək 240-a. Deməli, 2 dəfə götürək görə hələ alınırmı? 0, 2 0 buranı 0, 4 dəfə 2 8, 2 dəfə 2 4. Olmadı, alınmadı. 480 432-dən böyük oldu. Ona görə mən bunu da silim. Bir dəfə götürməliyəm artıq. 2 alınmırsa demək ki, 1 mütləq alınacaq. Deməli, 240 yazıram burada. Deməli, 2, 3-dən 4 çıxsa 9, 4-yə 3-dən 2 çıxsa 1. Deməli, 192 240-a bölünür. Məcbur bura 0 atmalıyam. Onda burada virgül atmalıyam. Həmişə özümüzdən 0 yazırıqsa, bura virgül atırıq. Deməli, baxaq görək. 6 dəfə, 4 dəfə 3-ün 12. 8 dəfə götürürük, hələ alınırmı? 8 dəfə 0 0, 8 dəfə 4 32, 2 yazır 3 yadda. 8 dəfə 2 16, 3 yadda 19 alındı. Deməli, 1,8 x-imiz 1,8 oldu. İndi məndən motorlu qayıqla qayığın çayın sürətini soruşur. Bu elə 1,8-dir. 1,8-i 9-a vursaq, 1,8-i vurur 9-a. Baxın uşaqlar, vergülə qədər olan hissə ki var, hə, baxın bu vergülə qədər olan rəqəm, bu tam ədəddir. Tam ədədləri həmişə, bax, tam ədədi həmişə alt-alta yazırsınız. 9 və 8-in 72, 2 yazırıq 7 yadda. 9 əvvəlin 9, dəqəsin 7, 16. 16. Bəs vergül hardan qoyulacaq? Çünki burada vergül varsa, burada da vergül olmalıdır. Bu vergüldən sonraki rəqəmlərin sayını tapırsınız. Bir dənə rəqəm varsa, sağdan sola doğru bir rəqəm ayıracaqsınız. Və salam. Bu formada həll olunur. Motorlu qayığında sürəti olacaq 16,2. Deməli, ümumi olaraq misalı bir daha burada göstərirəm sizə ki, təkrar formada baxasınız suallara. Bir də ki, mən onluq kəsirləri sizə vurma qaydasını öyrədim. Məsəl üçün, deyək 1,2 vurulsun 1,5. Vuraq bunları necə vururuq? Deməli, vursaq, mən vergül hansı tərəfdən atılmalıdır, onu sizə göstərəcəm. 5 dəfə 2 10. Əvvəlcə bu vergüllərə baxmırsınız. Yəni, o sayda olduğu kimi bir-birinə vuracaqsınız. Necə 12-ni 15-ə vurmuruq, o qaydada vuracaqsınız. 5 dəfə 2 10, 5 dəfə 5, bir də yadda 6. Sonra 2 dəfə 1 2, bir dəfə 1 1. Rəqəmsin 0, 8, 180. Baxın, vergüldən sonraki rəqəmləri siz saymalısınız. Vergüldən sonra 1 rəqəm, 2 rəqəm. Deməli, sağdan sola doğru 2 rəqəm ayırırsınız. 1, 2. Bu formada 1,80 alındı. Amma həmişə yadda saxlayın ki, vergüldən sonra yazılan sıfırın mənası olmur. Yəni, cavabı siz 1,8 götürəsiniz həmişə. Həmişə yadda saxlayın, vergüldən sonra yazılan sıfırın mənası olmur. Sonra, məsəl üçün 1,8
6 vurulsun 65, məsəl üçün vurulsun 4. Bunları vuraq. 4 dəfə 5-in 20, 0 yazırıq 4 yadda. 6 dəfə 4-ün 24, 2 də yadda 26, 6 yazırıq 2 yadda. 4 dəfə 1-in 4, 2 də yadda 6. Baxın, vergüldən sonra neçə rəqəm var? 2 rəqəm var. Sağdan sola doğru 2 rəqəm ayırasınız. 1, 2 və salam. Yəni 6,62 deyəcək. Amma yenə də dediyim kimi vergüldən sonra 0 yazmırsınız deyə bu cavab 6,6 olacaq. Yəni bu 0 mənasız sayılır. Yazmağınız yəni mənasızdır. Sonra məsələn 2,42 vurulsun 4,3-ə. Tam ədədləri görürsünüz, alt-alta yazıram. Məsələn, bu 14 tam olsaydı 1 yazacaqdınız. Baxın, bu formada yazacaqdınız. 14,3 vurulsun 2,42. Bu formada yazacaqdınız. Deməli, indi vuraq bunları bir-birinə. 3 dəfə 2-nin 6, 4 dəfə 2-nin 12, 2 yazırıq 1 yadda, 3 dəfə 2-nin 6, 1 də yadda 7. 4 dəfə 2-nin 8, deməli, əvvəlcə qaydada vuracaqsınız. 4 dəfə 2-nin 8, 4 dəfə 4-ün 16, 6 yazırıq 1 yadda, 4 dəfə 2-nin 8, 1 də yadda 9. 1 dəfə 2-nin 2, 1 dəfə 4-ün 4, 1 dəfə 2-nin yenə də 2. Bərabərdir. Toplasaq bunları 6, 8 üstünə 2 gəlsə 10, 0 yazırıq 1 yadda. 6 üstünə 2 gəlsə 8 üstə gəlsin 7, 15, 1 də yadda 6 yazırıq yenə 1 yadda. 9 üstə 4 gəlsə 13, 1 də yadda 14, 4 yazırıq 1 yadda. 2, 1 də yadda 3. İndi vergüldən sonra rəqəmləri saymalıyıq ki, vergülümüzü biz ata bilək. 1, 1, 2, 3. 3 dənə vergüldən sonra rəqəm var. 1, 2, 3. Məsələn, olacaq cavabımız 34 tam 100-də, daha doğrusu 100-də yox, 1000-də 606. 3 dənə rəqəm varsa 1000-də olacaq. Bir dənə rəqəm olanda dedik ki, 10-da olur, 2 dənə rəqəm olanda 100-də olacaq. 3 dənə rəqəm olsa 1000-də, 1000-də 606. Məsəl üçün 4 rəqəm olsaydı 10.000-də, 5 rəqəm olsaydı 100.000-də o formada oxuyacaqdınız. Onluq kəsrləri vurma qaydasında sizə göstərdim. Deməli, 33 nömrəli suala baxaq. 33 nömrəli sualda yenə də S məsafəni verib 126 kilometr. Baxın, S məsafəni verib 126 kilometr. Çayın axını ilə deyirsə, T bərabərdir axını ilə, bir dəqiqə, T bərabərdir 4,5 saata gedir. Axını ilə necə gedə bilər? S bərabərdir, gəmidən söhbət gedir və gəmi üstə gəlsin və çay vurulsun T. Bu düsturdan istifadə edəcəksiniz. Axından qarşı, çayın axından qarşı isə 6 saata getdim. Hə, mən bunu yazım, bu biraz fərqli deyil əslində qalsa, eyni sualdır, amma yazım. Bir dəqiqə. Deməli, hesablayaq. Deməli, başlayaq indi növbəti sualdan, 33 nömrəli suala baxaq. Deməli, S məsafənidir çayın axını ilə məsafə deyirsə, yəni 126 bərabərdir gəmi çayın axını ilə 4,5 saata gedir. Gəmi və gəmi üstə gəlsin axını ilə deyirsə və çay vurulsun 4,5-dir. Sürət səsilə yazıram bunu. Çayın axınına qarşı isə 6 saata gedir. 126 km həmin məsafəndə çayın axınına qarşı və gəmi çıxılsın və çay vurulsun 6 saata gedir. Çayın axma sürətinin gəminin öz sürətindən nisbətini tapın. Yəni çayın axma sürətinin gəminin öz sürətinə nisbətini tapın. Gəminin öz sürəti eyni şeydir. İndi baxaq.
Deməli, hər tərəfi mən burada 10-a vursam və yaxud da ki, V gəminin üst V gəmi üstəgəlsin V çay nəyə bərabər olacaq? Bu ifadəni saxlayırsınız. Bu vurmadırsa, bu tərəfə keçəndə olacaq işarə dəyişəcək, olacaq bölmə. Yəni 126-nı siz bölməlisiniz 4,5-ə. İndi də deməli V gəmi çıxılsın V çay nəyə bərabərdir? Bu ifadəni saxlayırsınız, bunu keçirirsiniz də bu tərəfə. 126 bölünsün 6-ya. İndi V gəminin sürəti üstəgəlsin V çayın sürəti, bir də V gəmi çıxılsın V çayın sürəti bərabərdir. V çayın sürəti bərabərdir. 126-nı 6-ya bölsək 21 eləyəcək burada. V gəmi üstəgəlsin V çayın sürəti. Yəni 126 bölünsün 4,5. 126 bölünsün 4,5-ə. Ya bunu belə yaza bilərik. Belə yazaq daha doğrusu. Bu formada yazsa daha rahat olar məncə. 126 bölünsün 4,5. Deməli, onluq kəsirdə hər tərəfi mən 10-a vursam, vergüldən azad etmək üçün. Deməli, bu olacaq 126, 0, bu da olacaq 45. Vergül dedik ki, sıfırların sayı qədər sağa sürüşəcək. İndi hər tərəfi mən deməli, nəyə bölə bilərəm? 5-i 9-a bölə bilərəm. Rəqəmlərin cəminə baxın. 6 üstəgəl 2, 8 üstəgəl 1, 9. Əgər ədədən rəqəmlərin cəmi 9-a bölünürsə, ədəd də 9-a bölünəcək. 45-i 9-a bölsək, burada 5 qalacaq. 260-ı da 9-a bölsək, ixtisar getsək. 9, 12-dən 9 çıxsa 3, 36 da 9-un içərisi 4 dəfə düşür. Yəni 140. İndi 140-ı 5-ə rahatlıqla bölə bilərsiniz. 140-ı da 5-ə bölsək, 5 dəfə 2, 10, 40 da 5-in içərisinə 8 dəfə düşür. Cavabımız olacaq burada 28. 28. Yəni, deməli, 126-nı 4,5-ə bölsək, cavabımız 28 olacaq. İndi baxın, mən bunları tərəf-tərəfli toplamalıyam. Niyə görə tərəf-tərəfli toplaya bilərəm? Çünki biri müsbətdir, eyni ədədin biri müsbət, biri mənfi olanı da tərəf-tərəfli toplamaq sizə ən yaxşı, yəni həll yoludur. Tərəf-tərəfli toplamaq. Tərəf-tərəfli toplamaq deyilə nəyə nəzərdə tuturam? Yəni, V gəmi üstəgəlsin V çay, V gəmi üstəgəlsin V çay, üstəgəlsin baxın bu ifadə, yəni V gəmi çıxılsın V çay. Bərabərdir. Əgər bərabərliyin sol tərəfini tərəf-tərəfə toplamışamsa, hökmən sağ tərəfini tərəf-tərəfə toplamalıyam. 28 üstəgəlsin 21. Deməli, eyni ədədin biri mənfi, biri müsbət olanda bu cavab 0 olacaq. Bu getdi burada 0 oldu. V gəmi üstəgəlsin V gəmi, ondan 2-dən olduğuna görə 2 V gəmi olacaq. Bərabərli 28 üstəgəlsin 21 eləyəcək 50. Yox, 50 yox, daha doğrusu üzr istəyirəm. 49. Deməli, V gəminin sürəti də bərabərdir ona nəyə? 49-u mən bölməliyəm 2-yə. 49-u bölsəm 2-yə. 2 dəfə 2, 4. 9 deməli 2-yə neçə dəfə düşəcək? 4 dəfə 2, 8. 9-dan 8 çıxsaq 1. Deməli, 1 2-yə bölünmür, 0 atmalıyam. Onda 0 atıramsa burada vergül atmalıyam. 12-yə 5 dəfə düşür. 24,5 qalacaq. Cavabımız burada 24,5. Sonra V gəminin sürətini tapdıq. Gəminin sürətini tapdıq. İndi mən V çayın sürətini tapmalıyam. Gətirib gəminin sürətini gətirib burada yazırsınız. Ya istəyirsiniz birincidə yazın yerinə, ya da ikincidə yazın yerinə. Fərqi yoxdur. Mən birincidə istəyirəm yazam. 24,5 üstəgəlsin V çay bərabərdir nəyə? 28-ə. 28-ə. Burada V çayımız nəyə bərabər olacaq? Adi sadə tənlikdir. 5-ci sinif tənliyi. V çay bərabərdir 28-dən çıxacaq 24,5-i. İndi gəlin çıxaq bunu da 28 çıxılsın 24,1. Uşaqlar, çıxmada da, toplamada tam ədədləri həmişə vergülə qədər ədədlər də tam ədəd gedir də. Vergülə qədər olan ədədlər və bu natural ədədlər ki var, bunlar həm də tam ədədlərdir. Tam ədədləri həmişə alt-alta yazmalısınız. İndi, baxın 5-in yuxarı hissəsi boşdur. Boşdursa biz burada özümüzdən 0 yaza bilərik. İndi mən 0-dan 5 çıxa bilmərəm. 10-dan 5 çıxmalıyam. Bir vaxt gəlirik üzərinə. 10-dan 5 çıxsaq 1, 5. Burada 8 yox, 7 qalır. 7-dən 4 çıxsaq 3. 2-dən 2 çıxsaq 0 qalır. 3,5. Baxın, vergül hardan atılıbdır? Vergül buradan atılıb, artıq buradan da yazacaqsınız. Dedik ki, uşaqlar vergüldən əvvəldə yazılan 0-ın və sonda yazılan 0-ın mənası olmur heç vaxt. Əgər məsələn vergülümüz bu formada olsaydı, bəli, burada mənası var. Amma yox, məsələn 3,4 ya 23,4 burada 0, burada 0 alınıbsa, yəni onun mənası yoxdur. O sıfırları siz silə bilərsiniz. Yəni silməlisiniz daha doğrusu ki, cavabınız düzgün alsın. 3,5. Burada da V çayın da sürəti oldu 3,5.
Baxın, ümumi olaraq sualı göstərirəm yenə sizə bu formada. İndi bizə nəyi soruşurdu? Çayın axma sürətinin gəminin sürəti olan nisbətini soruşur. Yəni, çayın axma sürəti nədir? 3,5-dir. 3,5-in gəminin axma sürəti nə qədərdir? 24,5. 24,5. Biri 3,5-dir, biri 24,5-dir. Mən hər tərəfi 10-a vura bilərəm də. 10-a vursam, bunu da 10-a, bunu da 10-a vura bilərəm ki, vergüldən azad olsun. 3,5 10-a vuranda eləyəcək 35. Bu da olacaq 245. İndi hər tərəfi 5-ə bölsək, 35-i 5-ə böləndə 7, 245-i 5-ə bölsək, 24 5-in içərisində 4 dəfə düşür, 45 də 5-in içərisində 9 dəfə düşür. Yenə də ixtisar gedir, 7 ilə 7-yə, bu 1 qalır, bu da 7 qalır. Məndən nisbəti soruşur, 1 bölünsün 7 formada qeyd edilən. Cavabımız bu formada. Sonra baxın, ümumi sualları bir də göstərirəm sizə ki, təkrar baxa biləsiniz. Əslində qalsa sadə suallarda sadəcə hesablamalar biraz çətinlik yarada bilər. Amma bu hesablamalarda öyrənməlisiniz mütləq ki, artıq bundan sonra siz bu formada hesablayacaqsınız. Və yəni bu formada hesabladıqca artıq sizin üçün bu sadəcə adi toplama çıxma kimi olacaq. Natural ədədləri necə normal qaydada toplayıb çıxmırıq, eləcə də tam ədədləri o formada toplayıb çıxmağı öyrənəcəksiniz. İndi bizə deyək ki, 3 ardıcıl tək ədəd, sonra cüt ədəd. Ümumiyyətlə uşaqlar, ardıcıl tək ədədlər, cüt ədədlər, onların ümumi formulu mən qeyd eləmişdim. Amma yenə də bir daha deyirəm. Ardıcıl natural ədədlər deyəndə n plus 1, n plus 2, yəni bu formada n plus 3, n plus 4 bu formada ardıcıl olaraq davam edir. Bu ardıcıl natural ədədlərdir. Ardıcıl tək ədədlər və ardıcıl cüt ədədlər. Onlar isə 2 ilə başlayır. İndi ardıcıl cüt ədədlər yazıram. Ardıcıl cüt ədədlərin birincisi 2-dir. 2n plus 2'dir, 2n plus 4, 2n plus 6 və s. Yəni, sonsuz sayda siz bunu yaza bilərsiniz. Ardıcıl və tək ədədlərimiz hansılardır? 2n plus 1, 2n plus 3, 2n plus 5. Baxın, bu formada davam edir. Yəni, ardıcıl natural ədədlərimiz, ardıcıl tək ədədlərimiz, ardıcıl cüt ədədlərimiz bunlardır və ardıcıl tək ədədlərimiz də bu düsturdan tapılır. Deməli, İndi birini yazıram, qalanlarda sadə suallardır, onu özünüz baxıb yoxlarsınız. Deməli, 42 ardıcıl 3 ardıcıl tək ədəd, 3 ardıcıl tək ədəd deyilir. 42 ədədinin 3 ardıcıl tək ədədin cəminin nisbəti. Deyək, 42 ədədinin 3 ardıcıl tək ədədin cəminin nisbəti. Bir ədədimizin biri olsun 2n plus 1, 2n plus 1, biri olsun 2n plus 3, biri də olsun nə? 2n plus 1. Ardıcıl tək ədədlər və ardıcıl cüt ədədlər 2 artan ədədlər idi də. Deməli, biri 1, 3 və 5 bu formada yazdıq. Bu 1 ədədimiz, bu 2 ədədimiz, bu da 3 ədədimiz. 3 ardıcıl tək ədədin cəminin nisbəti nə deyil? 2 bölünsün 3 kimidir. Vəssalam. İndi 42-miz 2n üstə gəl 2n 4n bölünsün 2 gəldi eləcək 6n. Üstə gələnsin 3 üstə 1 gəlsək 4, bölünsün 5 gəlsək eləcək 9. Bərabər nəyə? 2 bölü 3-ə. İndi uşaqlar, siz 42-ni 2-ni nəyə vursanız 42-yə, 21-ə vursanız. Əgər bunu 21-ə vurursanızsa, bunu da 21-ə vurmalısınız mütləq. Burada cavab olan nə olacaq? 42-dən 42 bölünsün 63. 63 də 42. Əgər sürətlər bərabərdirsə, deməli məxrəclər də bərabər olacaq. Yəni 6n plus 9 bərabərdir nəyə? 63-ə. 6 nəyə bərabərdir? 63 çıxılsın 9-a. N də bərabərdir, 6n bərabərdir. Deməli, 50, deməli 4. Deməli, n də bərabər nəyə? 54-ü bölməz 6-ya. Yerimizi bərabər olacaq. 6 və 9-un 54. Yerimiz 9 oldu. Məndən nə soruşur? Və ədədləri deyir tapın. Ədədimizin biri nə idi? 2n plus 1 idi. Yəni, burada qeyd edirəm. 2n plus 1, 2n plus 1. Biri oldu nə? 2n plus 3. Biri də oldu 2n plus 5. Deməli, 2 vurulsun deməli nəyə? 9-a. Elimizi 9 tapsaq axı. Burada da 9-a vurmalıyıq, burada 9-a vurmalıyıq. Vəssalam. 2 vurulsun 9, 2 vurulsun 9. Üstə gəlsin nə? 1, burada 3, üstə gəlsin 5. 9 da və 2, 18, üstə gəl 1, 19. 18 üstə gəlsin 3, 21. 20-ni üstə 2 gəlsə eləyəcək nə? 23. 19, 21, 23. Yəni, ardıcıl ədədlər həmişə 2 artır da. Həmişə 2 artır. Yəni, birini tapsanız, digər üçünü tapmaq sadədir, asandır.
Bu formada da digər sualımızı həll edirik. Bunlar qaydalarda yazmayanlar yazsın və düsturumuz da, daha doğrusu şərtimiz də bu formada qurulur. Sonra da yenə də burada deyir ki, 4 ardıcıl natural ədədin cəmi 4 ardıcıl natural ədədin cəminin 18-ə olan nisbəti. 4 ardıcıl natural ədəd yazacaqsınız. 1 olacaq nə? N, 1 olacaq n plus 1, 1 olacaq n plus 2, 1 də olacaq n plus 3. 4 dənə rəqəm oldu mu? Oldu. 1, 2, 3, 4. Bunların cəminin 18 olan nisbəti. 18 olan nisbəti 7 bölünsün 3 kimidir. Vəssalam. Sonra burada məxrəcləri eyniləşdirəcəksiniz. 3-ü nəyə vursanız 6, 18 edir. 6-ya onda məcbur bunu da 6-ya vurmalısınız. Deməli, bunu da 6-ya vurmalısınız. Bir dəqiqə. Vəssalam. Deməli, sürətləri bir-birinə bərabər eləyəcəksiniz, tapacaqsınız burada i-ni. Digərləri bu formada eyni qayda ilə, yəni fərqli bir şey yoxdur burada. Sonra baxaq, 26-dan bura qədər izahını verdim və tənasüb bölməsi gəlir. Vəssalam, bu qədər məsələlərin izahını verdim sizə. Ümid edirəm ki, başa düşərsiniz. Yəni də bilmədiyiniz olsa soruşarsınız.